Hər vaxt xeyir olsun dəyərli izləyicilərimiz. Ümid edirəm hər biriniz yaxşısınız və dünən alış əməliyyatları vermişdi, təbii ki, Qızılda. İlkin olaraq birinci alışlar uğurla nəticələndi, ikinci alışlar da biz qeyd etmişdik, o da uğurla nəticələndi. Eyni zamanda gümüşdə də biz alış əməliyyatlarından olaraq yerinə düşdük, qəşəng gəlirlərlə bazardan çıxdıq. Yəni bugün səhər saatlarında biz demək ilkin ilkin satışları verdi və qiymət 4187-dən 77-yə qədər, yəni 10 dollarlıq bir enişlə gəlir nəticələnir. Təbii ki, yəni 20 dollarlıq da birinci tepi 4177, ikinci isə 4167 idi. Və birinci 10 dollarlıq eniş mükəmməl nəticə verdi. Hamınızı təbrik edirəm. Amma əsas satışlar 4150-dən gələcək. Yəni bunu biraz ehtiyatlı olun. Alışlar isə artıq alışların yeri dəyişildi uşaqlar. Alışlar artıq 4194-dən gələcək. Gümüşdə isə gümüşdə biz qeyd etmişdik siqnal kanalında enişləri. Yəni dünən uşaqlar alış əməliyyatları haqqında məlumatları paylaşmışdıq. Yəni 65, 66, 67, yəni bütün hədəfləri yoxladıq. Bugün 66-500-dən aşağı formalaşsa, yəni satışlar gələcək. Birinci deyək ki, 66 qiymət hara qədər düşüb, baxaq. 66-500-lərə qədər enib, biz siqnal kanalında gümüş sel yazmışıq. Sel deməli 66-900-dən 66-600-ə qədər. 66-600-ə qədər bu birinci tepe gümüşdə gəlirlə 900-də vermişdik. 300 pipsli bir enişlə nəticələndi. Yəni biz 66-600-lərdən 66-530-lara qədər enib birinci tepedə gümüşdə biz bunu demək biz bunu ikinci uğurlu siqnal gümüş sel demək 66-900-dən tepe 66-600 300 pipsli tepe oldu. 300 pipsli deyək ki bir gəlirlə nəticələndi bu da. Yəni səhər saatlarında 2 uğurlu əməliyyatımız, yəni xeyirli olsun hamımız üçün. Bunu digər kanallarda paylaşaraq bunu. Belə demək biz yenidən satışlar üçün biz 66-300-lərdən satış əməliyyatlarına girməliyik. Euro dollarda satış əməliyyatları yəni əsas satış əməliyyatları 1.15-400-lərdən gələcək uşaqlar. Alışlar isə 1.15-800-lərdəndir. Funtun dollar rəqabətində əsas satışlar 1.33-700-lərdə, alışlar isə 1.34-200-lərdir. Bitcoin əldə isə Bitcoin-də alışlar 1.63-900-lərdədir, satışlar isə 1.63-200-lərdən gələcək. Və biz Ethereum-dan nəzərdə çatdıraq. Ethereum-da alışlar və satışlar. Ethereum-da bilmirəm, girənlər var, yoxdur. 1649-lardan satışlardır. 1684-lərdən isə alışlardır. USD Yaponiyanı uşaqlar, USD Yaponiyanı dünən sürətlə aşağı doğru istiqamətlə davam etdirdi və mükəmməl bir nəticə göstərdi. 160-400-lərdən alışlardır, satışlar isə 160-100-lərdən. Dolların frankonla rəqabəti, satışlar 0.79-500-lərdə, alışlar isə 0.79-800-lərdir. Və biz istəyirik keçək digər bütünlərə. Yəni neftdə də bildiyiniz kimi neft aşağı doğru istiqamətinə davam etdirirdi və neftdə də demək bugün azca qalxışlar olacaq, amma ümumi istiqamətdə yenidən yəni uşaqlar İranla Amerika müharibəsi
məsələsi var. Yəni ona görə biraz hər şey ləngir. Dünən bu qalxışlar Trampın güya Trampın İranla sülh müqaviləsi imzalanmasına söhbətindən sonra bu yüksəlib kimi bir anons veriblər. Amma yəni tam olaraq siyasətdir uşaqlar. Ümumi istiqamət təbii ki, qızılda ümumi istiqamət aşağıdır. Hamımıza uğurlar. Əsas olan odur ki, bugün 2 əməliyyatımız səhər saatlarında mükəmməl nəticə verib. Yəni bu 2 əməliyyat gün ərzində, yəni tam olaraq sizə yəni yetər, kifayət edər. Nə üçün? Çünki 0.1 ilə, yəni $100 burdadır, hardasa 300-400 dollarda gümüşdədir. Yəni gümüşü qoya qırağa. Qızılda yəni $10 enişi 0.1 ilə $100-dır. Allah bərəkət versin. Belə görüşmək ümidi ilə cümləniz də mübarək olsun. Xoş istirahətlər sizə.